Hamımızı xoş görmüşük. Adətən konsert salonundan ətir iyi gəlir. Amma bugün konsert salonundan bal iyi gəlir. Çünki bal oğlandı. Biz çox səfərlərdə olmuşuq bal oğlanla. Mən çox tanışmaq istəyirəm, etiraf eləmək istəyirəm. Ki o gedəndə mən bu yaxınlarda 57'ye keçmişəm. Dedim köylülərəm. Bayağı özü dediği kimi hamı hələ bir söz verdi. Arzuladım ki gələndə bir dənə aeroportda Qoçərli oynayacağım. Onda da burada olmadım. Mən bugün bu Azərbaycan xalqına birinci mahnısını ki oxudu. Minnətdaram ki belə sənətkarın qədrini bilirlər. Baloğlan ikinci həyat nədir? Baloğlan da 100-cü həyatı başa vuracaq mənə bir yerdə. Bir daha da Qoçarlı üçün gedirmək.